Allah'ı sevmək yoxdur. Necə başlayır? Niyə qardaş? Dərdimizi bir çarə qıl da, belə qəşəng-qəşəng danışırsan, biz də alındıra bilmirik. De görək niyə? Prosesi deyirəm sizə. Birinci, tanış olmalısan Allahla. Bu birinci. Allah var. İkinci, elə bir tanışlıq yaratmalısan ki, başa düşməlisən ki, sənin ona çox ehtiyacın var. Onsuz yaşaya bilmərsən. O sənin həyatına məna qatar. Sənin ona olduqca ehtiyacın var. Səni elə tərif eləməliyəm Allah'a ki, sən bunu anlayasan. Təkcə bunu deyim, Allah var, qutardı getdim. Bu bir tanışlıqdır. İki nədir? Elə çatdırmalıyam sənə ki, sən başa düşəsən ki, onsuz yaşaya bilmərsən. Bizim çoxlarımız birincini deyir, ikincini demir. Deyirəm də atama da Allah qəbul edəmir də namazını deyim. Sən namazı sevdirməmsən. Demirəm, tamam günahlar bizdədir, bizdə də var. Biz Allah'ı varlığın demişik, tanışlıq. Amma elə izah verməmişik ki, o başa düşsün ki, onsuz yaşaya bilməz, ehtiyacı var. Bu iki, ehtiyac mərhələsindən sonra qəlbində bir şövq yaranır. Şövqdən sonra biraz ki tanış oldun, bir iki əməl edirsən, məhəbbət yaranır. Məhəbbət səni ara çəkir yaxşı əməllərə.